Leo, Allah'ın salamı olsun mənim əziz və mehriban qardaş və bacılarıma. Xoş gördük mənim əzizlərim. Mənim əzizlərim, mənimlə qalmaq istəyənlər. Bir fincan çay, qəhvə, su, şirə, gönlünüz istərsə şərab. Süzün və mənimlə qalın. Mənimlə qalmaq istəməyənlər isə sadəcə kanalı çevirməyi tövsiyə edərdim. Bir də həmişə qeyd etdiyim kimi mənim əzizlərim, mənim fikirlərim sizin fikirlərinizlə üst-üstə düşməyə bilər. Bu belə də olmalıdır mənim çəpişlərim, qızlarım, dovşanlarım, mənim şirin şəkərlərim, mənim cübbuşlarım. Yaxşı, mənim əzizlərim, bəs mənim dostum hardadır? Mənim dostumu görən olmayıb ki? Mən buradayam, burada. Mənim əziz və mehriban dostum. Xoş gördük. Məni qucaqlayırsan. Hə dostum. Bəs səndən başqa kimi qucaqlamalıyam? Heç kimi. Mənim mehriban dostum. Çox sağ ol. Nəyə görə? Məni qucaqladığına görə. Qəribə danışırsan. Niyə? Ondan ötürü ki, fikirləşmirsən ki, səndən başqa axı kimi qucaqlaya bilərəm? Yaxşı, zarafat elədim. Dostum, yaxşı, dünyada nə var nə yox? Dünyada hər şey var. Amma bəndələr üçün heç nə yoxdur. Yenə də köhnə tamaşalar. Birinci, ikinci bölüm aydın məsələdir. Bugünsə üçüncü bölümə hazırlaşırlar. Dostum, Ermənistandan Amerika kimi hər bir yerdə ərazidə tamaşalar gedir. Bəli, Ermənistanın daxilində gedən tamaşalar və Amerikanın təşkil etdiyi müharibə tamaşaları. Hə dostum, ancaq qanlı tamaşalara hazırlaşırlar. Noyabrı gözləyirlər. Bu barədə mən çox danışmışam dostum. Elə köhnə amam, köhnə taz. Ancaq təkrarçılıq edəcəm. Əlbəttə ki, bu dünyada baş verənləri bilmək istəyirsənsə dostum, yenidən bir kitab kimi köhnə audio videolarımı, yəni ki, kitab kimi vərəqləyə bilərsən. Dostum, hündür zirvələr, dağlar, qayalar və sellər sular arasında gedən mübarizə, savaş. Bu zaman hansı bir tərəf qalib gələ bilər? Hansı bir tərəf güclüdür? Gəl dostum, burada sual işarəsi qoyaq. Bugün dünyada baş verənlər, olaylar, hadisələr, mənzərələr hər bir bəndəyə həmən məlum olar. Ondan ötürü ki, bugün texnika dönəmidir. Süni zeka gündəmdədir. Bəli, deyək həddini mi aşıb? Yox, cızığından çıxıb. Bəli, bugün hər bir məmləkətdə baş verənlər hər bir bəndəyə həmən məlum olar. Bəli, təbii fəlakətlər, hava durumları, təbiətin möcüzələri, hava şəraiti, təbiətin şıltaqlıqları və sair və ilaxır. Bunlar da hər bir bəndəyə bəllidir. Təbiətin möcüzəsi nədir? Bir də görürsən ki, yaşıl, mavi gördüyün bir dəniz qırmızı rəngə boyanıb. Bu bir fəlakət deyil, bu təbiətin möcüzəsidir. Bir də görürsən ki, qışda
çovğunda soyuqda, qarlı bir havada ağac bar verib. Ya da ki yayda qar yağır. Bu təbiətin şıltaqlığıdır. Təbii fəlakət. Bu hava şəraitidir mənim əzizlərim. Sadəcə dağıntılar, uçurumlar, və digər xoşa gəlməz bir vəziyyət olduğuna görə biz buna fəlakət deyirik. Çünkü bir bina uçarsa, bir bəndənin damı başına uçarsa, bağı bağatı su altında qalarsa, bir bəndə uçqunun altında qalarsa və digər bu cür vəziyyətlər olduğuna görə biz buna fəlakət deyirik. Amma əslində bu da təbiətin hava şəraitidir. Hər bir məmləkətin öz hava durumu mövcuddur. Götürsək bir məmləkəti, bir məmləkətin paytaxtında qar yağa bilər, ya dolu düşər. Digər bir şəhərində gün çıxar, başqa bir ərazisində ne olar? Külək olar, çovğun olar, boğran olar, fırtına olar və s. və ilaxır. Bu hava hər bir məmləkətə şamildir. Elə hava durumu yoxdur ki, birdən-birə tüm dünyaya qar yağsın ya da ki dolu düşsün. Bu Allah'ın işidir. Bəlkə belə də ola bilər. Bunu bircə Allah bilər. Bugün yağan narın yağışa görə ağlayanlar, bu ruzu bereket deməkdir. Amma biraz artık yağış yağdıqda bir ayağın lilli palçığa batar. Digər isə su dolu çuxura. Bu yağışın fasadlarıdır. Bu bəlli məsələdir. Yağış yağdıqda yer yumşalar, yağışlı dolar. Bəli, hər bir tikildikdə öncə təməli qoyular, kommunikasiya xətləri çəkilər. Əlbəttə ki, bunların hər birindən öncə mən hər zaman söyləmişəm ki, hər bir tikintidə hər hansı bir qırım təşkilat mövcud olarsa, burada seismologların işi öndə olmalıdır. Onların bu torpaq haqqında bu tikinti aparan şirkətə, işçilərinə söz olmalıdır. Aydındırmı mən nə demək istəyirəm? Amma bugün ağlayanlar çoxdur və hakimiyyəti qarğıyanlar da çoxdur. Bugün kommunikasiya xətlərindən danışanlar da çoxdur. Bu barədə mən də çox danışmışam. Amma qayda Sovetlər dönəmindən dünənə kimi olan vəziyyətlərimizə hər zaman, yəni ki, yağış vəziyyətində biz hər hansı bir
yüngül də olsa, ağır da olsa, fəsadlara, xoşa gəlməz vəziyyətlərə rast gəlmişik. Və hər zaman yollardan danışaraq, tikintilərdən danışaraq, kommunikasiya xətlərindən də çox danışmışıq. Amma bugün mənim əzizlərim, bu söhbətlərin yeri deyil. Nə dövləti, nə hakimiyyəti, nə də ki, bu iş görənləri suçlu biləsiniz. İstər hər hansı bir vəziyyətə düşsəniz belə, bilirsinizmi niyə? Bu mənim əzizlərim, meteor yağışlardır. Meteor yağışlarla tanış olmayanlar, beni görmeyenler, yeni ki bu barədə danışa bilərlər. Axı, mən yuxarıda süni zekadan danışdım. Məyər dünyada baş verənləri görmürsünüzmü? Meteor yağışlardan, dolulardan, küləklərdən, qasırğalardan, boranlardan, tufanlardan agah deyil misiniz? Bu ki aydın məsələdir. Bugün meteor yağışlardan evi, torpağın 7 qatına düşənlər, evləri köndələn qalanlar, kommunikasiya xətlərinin bərbad günə düşənlər və s. və ilaxır. Bugün sizin nə ağlamağınız, nə sızlamağınız, nə hakimiyyəti suçlamağınız, nə də ki bu iş görənlərə hər hansı bir söz deməyinizin yeri yoxdur. Çünki bunu edən Allah Teala'dır. Meteor yağışı o qədər torpağı yumşaldar ki, evlər tamamilə çökər, üstü qumla bağlanar. Bəli, bax belədir. Qar altında qalan evlər, meteor yağışlarından uçqunlar əmələ gələr. Evlər, sellər, sular altında qalar. Çaylar, göllər daşar. Dənizin suyu artar. Bugün ağlayanlara deyirdim ki, ağlamayın. Burada Allah'ı suçlu bilmeyin. Çünkü bunu eden Yüce Allah'ımdır. Ama bir tarafı da var. Olabilir ki bir arazide tüm evler batıp yerle bir olsun. Bir ev dimdik dursun. Deməyə məndən olsun, yazmağı sizdən. Her şey Allah'ın elindedir. Allah'ı tanıyın. Ve belə bir vəziyyətlərdə bilin və agah olun ki, heç bir tərəfi suçlamaq olmaz. Kənardan deyilənlərə diqqət etməyin. Ne kadar böhtanlar, ne kadar günahlar yazırsınız. Bu baş verənlərə mən bu barədə danışmışam. Süni zeka alüdəkiləri
Meğer siz bilmirsinizmi? Yağış artıqlamasıyla yağdıqda yer palçığa döner. Bəli, bu Allah'ın işidir. Burada tikinti idarelerinin suçu yoktur. Başka bir taraf olsaydı, başka bir vəziyyət, narın bir yağıştan olan felaketler, baş verenler, bu başka mesele. Bu barədə mən danışmışam. Bəli, bu belədir. Bugün dünyada neler baş vermir ki? Meğer her birinizin elinde smartphone telefonunuz yoktur mu? Elbette ki var. Bəs neden agah değilsiniz ki? Meteor yağış ne demektir? Narın yağış, dolu ne demektir? Qar ne demektir? Mən illər öncə kommunikasiya xətlərindən danışmışam. Bəli, bugün, amma bunun meteor yağışlardan sonra danışmağın yeri yoktur. Bəli, meteor yağış o kadar yağar ki, senin evinden eser alamet kalmaz. Burada hiç kim suçlu değil. Allah ise suçlu bilmeyin. Ama her hansı bir vəziyyət baş verərsə, bunun üçün fövqəladə hallar var. Her bir vəziyyətdə insanları xilas edenler var. Bəli. Mən bu barədə çox danışmışam. Bəli. Aya uçanlar, təbiətlə oynayanlar, havaya kosmonavt değil, havaya sanki bombardımançı raket bırakırlar. Bunu da bilin. Bu Allah'ın hoşuna gelmir. Bir de yine de tekrar ederim. Allah'ı tanıyan, ben yukarıda bir qeyd etdim. Yine de qeyd edirəm. Bir qatar yanar. Təsəvvür edin. 10 vagondan ibarət olan qatar olsun. Her biri yanabilir. Biri ise yanmaz. Uçak göydən yerə çırpılar. Herkes öler. Biri sağ qalar. Gemide herkes batar. Biri çırpınarak sahile çıkar. Bunların her biri Allah'ın elindedir. Bəli, Allah'ı tanıyan, Allah'a şek etmeyen, bəli, bütün dünyada baş verenler, bugün ister arazi ülkelerinde, arazi bölgelerimizde, ister Türkiye'de, Rusya'da, Gürcistan'da, Ermenistan'da, İran'da, her birinde vəziyyət terse dikilen cip kimidir. Bugün Amerika öz ad gününe göre ve bayram seyranlarına göre müharibəni
sanki sabitleştirmiş bende kimi görünür. Ama bu böyle değil. Bu bir fənddir. Bilin və agah olun ki, bir müharibəni sabitləşdirmək üçün, diyaloqa girmək üçün, tamamilə bitirmək üçün görüş gərəkdir. Mesajı yox. Mesaj sanki bir quşdur, uçdu getdi. Mesajıma uyursunuz, ey dövlətlər. Sepah ordusuna terrorçu deyənlər, kim bu Sepah ordusuna terrorçu deyirsə, elə o dövlətin öz ordusu terrorçudur. Sepah İran xalqının ordusudur. Nə mənim aləmimdə Hizbullah, nə Husilər, nə də ki Həmas, nə də ki Sepah terrorçu dəstəsi deyil. Onlar terrorçularla mübarizə aparan dəstələrdir. Bilin və agah olun. Hizbullahdan, Həmasdan, Husidən, Sepahdan danışanlar, nədən Saxaldan danışmırsınız? Nədən danışmırsınız? Əlbəttə, olmaz. Siz haqqı qoyub nə həqqdən danışanlarsınız. Bu da aydın məsələdir. Bir dolab var. Bir bəndənin ayağı topuqdan aşağı kəsilib və ağ əskiyə bükülərək dolabda gizlədilib. Bu kimin ayağıdır? Sanki Axillesin dabanıdır. Amma bu kimin ayağıdır? Bana bir Allah bilər. Bir də ki, hər bir fəlakətdə, hər bir baş verən qəzada, cəzada, bəzi bir bəndələrin hissələrini uğurlayanlar, bu da mövcuddur. Bəs bu ayaq kimin ayağıdır? Artıq çürüyüb. Sanki qurumuş haldadır. Kimin ayağıdır? Bugün Urandan danışırlar yenə də. Sanki müharibə Urana görə gedir. Bu, böyük yalan və cəfəngiyatdır. Bugün dünyanın demək olar ki, hər bir bölgəsində atom nüvə başlıqları da mövcuddur. Atom bombası da. Nədən böyük dövlətlər səsinizi çıxarmırsınız? Nədən buyurmursunuz ki, ey Donald Trump, bəhanələrini yığışdır. Demək ki, Urana görə bu ərazilərdəsən. Sadəcə dünyanı mühasirəyə almaq fikrindəsən. Ey İran, hər bir tərəfdən sərhədlərini möhkəm saxla, möhkəmlət. Hər bir tərəfdən onlar soxula bilərlər. Bunu bil və agah ol. Bəli, hər bir tərəfdən yalan palan fəndləri ilə, mesajlarla, vaxtı uzadaraq səni mühasirəyə alıblar. Ey Rusiya, ey Çin, siz böyük dövlətlərsiniz. Ey Hindistan, hər biriniz böyük dövlətlərsiniz. Nə olsun ki, belə bir məqamlarda birlik təşkil etməyəsiniz. Bütün dünyanı bu müharibələrdən xilas etməyəsiniz. Çünki qanlı oyun dəhşətli olacaq.
Bugün sanki tamaşanın ikinci yox, üçüncü bölümüne hazırlaşırlar. Bu belədir. Məyər Amerikalılar fikirləşmirlərmi, düşünmürlərmi? İran da tembellik etmez. Günahsız İran tembellik etmez. Necə ki uzun mesafəni yararak, çaylar, sular aşarak gəlib çatırsan İrana yaxın və İranı bombardman edirsən. Bəs bunun güzgüdəki əksini öz məmləkətində görsən necə olar? Mən ötən dəfə qeyd etmişdim. Böyük hündür göydələn biri aşarsa, digərini də aşırdar. Ziyan vurar. Batı oyundakı kimi. Bugün her bir dövlət yalan danışır. Bəli, bu siyasi oyunda herkes yalan danışır. Müharibəni dayandırmaq Amerikanın əlindədir. Bircə düyməni basmaqla müharibələr hər bir tərəfdə bitə bilər. Bugün Zelenskinin bağırmağı sanki Putin'e mektup yazıp, açık mektup. Bu boş bir cəfəngiyatdır. Özünün günahlarını örtbasdır etmək üçün. Müharibəni dayandırmaq istəyən Putin'dir. Zelenski yox. Zelenski bugün heç bir vəclə müharibəni dayandıra da bilməz. O vaxta kimi Donald Trump onun dərsini versin. Dayan deyən kimi dayanacaq. Bəli. O deyə bilməyəcək ki, Donald Trump, sən kimsən ki? Mən torpağıma görə vuruşuram. Bu sözü deyə bilməyəcək. Çünki o Netanyahu kimi Donald Trump'ın dəstəsindədir. Bu barədə mən çox danışmışam. Onlar üçü bir bərabər iş görürlər. Bu səbəbdən də müharibələr belə davamlı gedir. Baxın, bir tərəfi bağlayırsan, digər tərəfindən soxulurlar. Nədən? Bir-birlərinə kömək edirlər. Müharibələr davamlı olsun. Onlar dünyanı fəth etmək istəyirlər. Bunu bilin və agah olun. Mənə ötən dəfədə, ötən illərdə, videolarımda bu barədə danışmışam. Bəli, vəd, tələ bərabərdir NATO. Deməyin ki, NATO'dan ya Avrupa Birliği'nden uzaktadır. Amerika yox, mənim əzizlərim. Gərək axmaq olasın ki, bu boyda, bu büyüklükdə dövlətlərə üz çevirəsən. Hər biri sənin əlinin altındadır. Sadəcə özünü məğrur, qürurlu Putin'e bənzər etmək istəyir. Bəli, Putin bugün tək savaşır. Amerika, Avrupa Birliği, NATO Birliği, hər biri bir bərabərdir. Hər biri Putin'e qarşı. Bəli, mən yenə də təkrar edirəm. Söhbət dövlət başçısı kimi Putin'e tərifimdən getmir, mənim əzizlərim. Mən hər zaman demişəm, hətta Putin bu oyunda məğlub olsa belə, yenə də mən bu insanın daxilində olanları görürəm. Onun əqli şuurunu görürəm və onun istəyini görürəm. İstər öz dövləti, milləti belə onu sevməsə, bütün dünya ondan üz çevirsə belə, mənim aləmimdə Putin ağıllı və müdrikdir. Həm də ki tədbirlidir. Elə amur pələngi kimi. Bəli, kağız pələngi göz qabağındadır. Bu aydın məsələdir.
İran və İranın hakimiyyətində olan bəndələrin hər biri onları bir-biri ilə üz-göz kimi gündəmə gətirirlər. Yox, burada heç bir ayrı seçkilik yoxdur. Hər biri bir nöqtəyə döyəcləyir İranda. Hər biri öz millətinə görə savaşır. Bəli, heç vaxt, heç bir dövlətə qarşı bu qədər mənfur fikirli bəndələr görməmişəm. İran özünə görə çalışır, Sepah özünə görə, Bezükyan özünə görə, Ayətollalar özlərinə görə. Yəni ki, sanki ayrı-ayrı qurumlardır, hər kəs özünə görə çalışır, millət qaldı ayaq altında. Bu belə deyil. Bu belə deyil. Hər biri İranın millətinin xoş güzaran keçirməsi üçün çalışır. Nədən müharibə etdilər? Nədən savaşa girdilər? Millətlərini, dövlətlərini qorumaq üçün, millətlərinin güzaranı olmaq üçün bugün onlar bax belə qürurlu dayanıblar. Bəli, belə çıxır ki, hər bir dövlətin daxilində nazirliklər bir-birinə qarşı çıxacaq. Belədir. Sizin zənninizcə bu belədir. Demək, hər hansı bir dövlətdə dövlət başçısının fikri ayrıdır. Nazirliklər tam fərqli. Heç biri tabi olmur dövlət başçısına. Hər biri özünə görə çalışır. Məyər bu belədirmi? Əlbəttə ki, yox. Hər bir dövlət başçısı və əhatəsində olan nazirliklər, qurumlar, təşkilatlar bir bərabər çalışırlar. Bəli. Bu belədir axı. Nədən İrana qarşı bu qədər mənfur fikirlisiniz? Acı fikirlisiniz. Bəli. Çünki bizim məmləkətimizin daxilində də ara vuranlar az deyil. Deyərdim ki, çoxdur. Nə yadıma düşdü. Qaçaqçılar, yəni ki, qaçaq malçılar, yolunu insanlar, yəni ki, sərhəddi keçənlər çox olur. Bu aydın məsələdir. Amma öz xoşuna bizim məmləkətimizə müharibə olan bölgələrdən nə qədər gələnlər mövcuddur. Bəs onların siyasi hardadır? Hardadır? Rusiya vətəndaşları, Ukrayna vətəndaşları, Yahudilər və digər bölgələrdən qaçıb bizim məmləkətimizdə məskunlaşırlar. Onların siyasi hardadır? Kimdir onlar? Nədən siyahıya alınmayıblar? Nədən bugün turistlərdən danışırsınız? Bəs onları kim siyahıya alacaq? Biz bilməliyik axı. Qaçaq düşənlər nə qədərdir? Müharibə bölgələrindən bizim məmləkətimizə nə qədər millət gəlib? Az deyil axı. Onlar, pulu parası olanlar da var. Qaçaq düşüblər, gəliblər. Səfərbərlikdən bizim məmləkətimizə sanki qaçıblar. İstər Ukrayna vətəndaşları, istər Rusiya, istər İsrail, istər digər bölgələr, Əfqanistan, Hindistan, hər bir bölgədən, yəni ki, müharibə bölgələrindən qaçaq düşənlər var. Bəs onların siyasi hardadır? Bizim torpağımızın qucağında kimlər məskunlaşıb? Bu barədə məlumatınız varmı? Milli Məclisin gündəliyi. Milli Məclisin gündəliyindən danışmaq. Bilirsən dostum, nə fikirləşirəm? Bax, hər bir deputatın yüksək məvacibi mövcuddur, elə deyilmi? Və onlar bunu özlərində az bilirlər. Bu da məlum məsələdir. Nə olardı ki, onlar iş görmədiklərinə görə gündəmə bir gündəlik gətirdiklərinə görə, mövzu gətirdiklərinə görə
onları deputatlıqdan uzaqlaşdırardılar. Bilmirəm, müdrik birisi var mı aralarında? En müdriki bircə deputat olardı. Bütün məmləkətə bircə deputat bütün icra hakimiyyətləri ilə iş görərdi. Bəli, onlara verilən məvacib ilə icra hakimiyyətlərinə verilərdi və onlar o icra hakimiyyətləri, bələdiyyələr iş görərək onlara işlə təmin edərdilər. Onların günlərini ağlayardılar. Rayonlar boşalmazdı, şəhərlər boşalmazdı. Bəli, onların məvacibləri verilərdi icra hakimiyyətinə, siyahı tutulardı, işlər görülərdi və bircə deputat onların hər birinin dilindən iltizam alaraq, bu pulları verərək, hara xərclədiklərindən də xəbərdar olardı. Bəli, nəyə lazımdır bu qədər deputatlar ki, bir iş də görmürlər. Bəli, mən belə deyəcəm, bugün belə deyəcəm. Nədən Ekologiya Nazirliyinin özünün səlahiyyəti olduğu bir işləri onlar öz öhdəliyinə götürürlər, yaxud Daxili İşlər Nazirliyinin, yaxud kənd təsərrüfatı. Nədən? Bunları hər bir nazirlik özü etməlidir və buyurmalıdır. Hara? Dövlət başçısının qəbuluna və gördüyü işi haqqında məlumat verməlidir. Mən bu nazirliyində bu işi görürəm, bu işi görmək istəyirəm. Necə baxırsan, cənab prezident? Belə olmalıdır axı. Çünki deputatların heç biri iş görmür, heç biri bəndələrlə görüşmür. Hardadır onların bəndələrlə görüşməyi, videoları, onların çıxışları? Bəlkə bəndələr özləri çıxış etsinlər. Hansı deputatın qəbuluna gediblər, işləri yoluna düşüb. Onlara verilən məvacib icra hakimiyyətlərinin bələdiyyələrə verilsin və icra hakimiyyəti, bələdiyyələr böyük işlər görsün. Sexlər, zavodlar, ali məktəblər tiksinlər, yollar çəksinlər və işlə təmin etsinlər bu bəndələri. Heç biri ağlamasın, sızlamasın. Heç kimi suçlu bilməsinlər. Bəs onlardır axı hakimiyyəti suçlu bilənlər. İnsanların gözünün yaşının, problemlərinin, acınacaqlı günlərinin, güzaranlarının, baş verənlərin, hər hansı bir faciənin gündəmə gəlməsi əvəzinə tam fərqli nazirliklərə aidiyyatı olan işləri gündəliyə gətirirlər. Ya da ki, qadınla bağlı bir məsələni. Bu da qadınlar cəmiyyəti var. Siz başqa bir məsələləri gündəmə gətirməlisiniz. Hansı rayonlarda hansı problem var? Hansı tikintilər getməlidir? Hansı işlər görülməlidir? Və insanlar hansı işlərlə təmin olunmalıdır? Və onların siyasi olmalıdır. Və əlbəttə ki, nəzarət. Nəzarət. Hər ay görülən işlərin nəyi? Sübutu, dəlili. Bəli, hansı deputat, hansı işi görüb? Məyər hər ay Milli Məclis işinə başlayaraq hər hansı bir gündəliyə gətirdiyi məsələni görməklə işimi bitir? Məyər bizim qanun kitabımız yoxdurmu? Qanun kitabının səlahiyyətli naziri var. Bu da dövlət Daxili İşlər Nazirliyidir. Hər hansı bir qanun kitabında dəyişiklik edərsə, bunu edə bilər, özü edə bilər, bir nazir kimi. Bəs nazir nədən ötədir? Edər və cənab prezidentin huzuruna gedər. Qəbuluna düşər. Deyər ki, mən bu işləri görmək istəyirəm.
icazə verirsinizmi? Necə baxırsınız bu məsələyə? Məyər nazirliklər balaca qurumlar, təşkilatlardır? Əgər deputatlar bir iş görmürlərsə, demək bu deputatların daxilindən cəmi bircə deputat seçilərək ərsəyə gəlməlidir. Müdrik, ağıllı və başarılı. Bütün məmləkətdə olan icra hakimiyyətləri ilə işləyən, bütün bəndələri dinləyən, bütün ərazilərə gedərək problemləri araşdıran, insanların göz yaşlarını silən və bu deputatlara verilən məvaciblərin hər ay bələdiyyəyə və icra hakimiyyətinə köçürülməsi və burada işlərin görülməsi. Hər bir ərazidə bu belə olarsa, əla olar. Çünki mən görürəm, sanki deputatlarımız belə filə gedirlər. Bizim məmləkətimizdə necə ki bəndələrimiz xaricdə oturan, ağzının danışığını bilməyən bəndələrə sanki sitayiş edirlər, filə gedirlər. Baxın görün məmləkətimizdə nələr baş verir, nələr danışırlar. Türkiyə ilə, Rusiya ilə, İranla, Gürcüstanla, imza atmaq istədiyimiz Ermənistanla, bütün ərazi qonşularımızla bizim məmləkətimizi üz göz etmək istəyirlər. Axı, mən 100 dəfə demişəm, bəlkə də milyon dəfə, filə getməyin. Bəli, baxın görün hansı mesajlar dövrə vurur bizim məmləkətimizdə. Filan ölkənin hərbi bazaları bizim məmləkətimizdədir. Filan ölkə bizdən umuküsü edib. Filan ölkə bizə badalaq gələcək. Demək, hər bir dövlətin başçıları ilə bizim dövlət başçımıza üz göz etmək və məmləkətimizi düşmənçilik edərək bu dövlətlərlə müharibə vəziyyətinə gətirmək. Bu nə demək? Belə olmamalıdır. Bizim məmləkətin müdrik deputatları olmalıdır. Hansı ki, əlində tutduğu vərəqəni də üzündən oxuya bilsin. Mövzə oxusun. Bədahətən fikirləri ilə bölüşsün. Danışsın, çıxış etsin ki, filan bölgədə belə bir bəndələr var. Filan işlərə görə ağlayırlar. Daha boş danışmasınlar. Başqa bir çıxışlarında isə bu vəziyyətin aradan götürüldüyünü bəyan etsinlər. Məyər bizim məmləkətimizdə quruculuq işləri getmirmi? Bizim məmləkətimizdə tikintilər, zavodlar, fabrikalar tikilmirmi? Axı, hər bir bölgəmizdə işlər gedir. Yəni ki, işğaldan azad olunmuş bölgələrimizdən danışıram. Bəs nədən? Bura buyuran bəndələr yenidən geri qayıdır. Kimdir onları qaytaran? Nədən? Deputatlar iş görmür. Məyər onları görmürlərmi? Nədən? Onlar danışa bilmir. Fikir və düşüncələri ilə bölüşə bilmir. Bəndələri sakit edə bilmir. Bəndələrlə nədən görüşə getmirlər? Nədən nazirliklərin hər hansı bir qanunu, qaydasını gündəmə gətirirlər? Məyər nazir deyilmi? Nazirin səlahiyyəti yoxdurmu? Öz kitabında
hər hansı bir dəyişiklik etdikdə öz dövlət başçısına müraciət etməsin. Deməsin ki, mən bu filan işləri görmək istəyirəm. Və dövlət başçısı ya deyər, ya yox deyər. Nədən? Gündəliyə insanların problemlərini gətirmirsiniz. Niyə ağlayırlar onlar? Nədən sorğu etmirsiniz? Çünki ancaq aydan aya məvacibinizi gözləyirsiniz. Nə olardı ki, o məvaciblərin hər biri sizdən alınardı. Mən deputatların hər birini görürəm və dinləyirəm də. Deyərdim ki, heç biri iş görmür. Bəli, iş görən, yenə də deyirəm, Müdafiə Nazirliyidir, Sərhəd Qoşunları, Təhlükəsizlik, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar və Səhiyyə Nazirliyi. Bəli, insanlara xidmət edən qurum və təşkilatlar, su, qaz, işıq, insanların cebinə girirlər. Bəli, icra hakimiyyətləri, bələdiyyələr, kəndələr, evlər tikərək, insanlara aylar, illər keçəndən sonra ağlar qoyurlar. Bəli, sanki hiylə ilə, fellə torpaqlar satırlar, daha sonra alırlar. Bilməmişdik. Demək ki, bura əkinçilik ərazisiymiş. Beləmi olmalıdır? Hər bir torpaq qiymətlidir. İstər adi bir vətəndaş üçün, istər bələdiyyə üçün. Bəli, buna öncədən fikirləşmək lazımdır. Mən ötən dəfə də qeyd etdim. Axın Bakıya tökülən ərazi bölgələrdən gələn vətəndaşlar. Nədən siz bir ev aldıqda, fərdi ev aldıqda baxmırsınız, yoxlamırsınız ki, bu ev harada tikilib? Bəli. Və yaxud da göydələnlərə köçənlər. Nədən? Təmir olunmamış evlərə köçürsünüz. Demək, hər birinizin pulu parası mövcuddur. Bəli, hər biriniz hər bir rayonda qeydiyyatdasınız və təşrif buyurmusunuz Bakıya. Nədən belə? Çünki nəzarət yoxdur. Bəli, bunların hər biri də deputatlara məlum olan məsələlərdir. Çıxış edirlər. Bəli, dəfələrlə görmüşəm. Deyirlər ki, belə bir məsələlər var, filan məsələ var. Filan binada sakinləri incidirlər. Amma gerisi nə oldu? Sadəcə mesaj, quş kimi uçdu getdi. Deputat iş görər. Özü ayaq döyər. Maraqlanar. Məhər evdə oturmaqla 7.000, 8.000, bəlkə də 10.000 manat almaqla belə mi olmalıdır işiniz? Bilirsə, məmləkətimizin hər bir bəndəsi deputat ola bilər. Savadsız ol. Sanki de ki, mən deputat olduqda filan məsələləri həll edəcəm. Daha sonra məvacibim artdıqda insanlara tüpür. İşini görmək bizlikdir. Demək belə çıxır ki, 125 deputat nə olmalıdır? Hesab alınmalıdır.
Bəli, bölək, vuraq, daha sonra çıxaq bərabərdir sual işarəsi. Deməyə məndən olsun, yazmağı sizdən. Bəli, bax belədir. Bax belədir, mənim əzizlərim. Bəli, dünyada baş verənlər. Dünyada baş verənlər hər kəsə məlumdur ki, insanların canı qanı bahasına oyundadırlar, müharibə edirlər. Və bizim məmləkətimizdə də müharibəyə bənzər vəziyyət yaradıblar hakimiyyətə qarşı, dövlətə qarşı. Bəli, bunu kimlər edir? Nədən? Siz bir xəbərsiniz, ey deputatlar, məyər bilmirsiniz? Hansı işlər görülməlidir ki, belə bir vəziyyət alınmasın? Bəli, bilirsinizmi, nə ağrılı məsələdir ki, bir dövlətin daxilində belə çaxnaşma olsun, altdan işlər görülsün və siz bir xəbər olasınız ki, burada hansı məsələlər gündəmə gələ bilər? Baxın başqa dövlət başçılarına və utanın. Bəli, utanın ki, siz öz dövlət başçınızı qoruya bilmirsiniz. Bəli. Baxın, Paşinyan haqqında necə bizim məmləkətimizdə yüksək fikirdədirlər. Nə qədər onun haqqında gözəl sözlər eşidirik. Deməyə məndən olsun, yazmağı sizdən və digər dövlət başçıları haqqında. Bizim Xarici İşlər Nazirliyimiz var. Nədən bəzi lazım olmayan bölgələrə dövlət başçısının səyahətini dayandırmırsınız? Ora siz getməlisiniz axı, ey Xarici İşlər Nazirliyi. Bəli, bəzi bölgələr var ki, ehtiyat etmək lazımdır. Bax, o səfərlərdən dövlət başçısını qorumaq lazımdır. Demək məndən olsun, yazmağı sizdən. Çünki mən baş verənləri görürəm və gördüm də. Bütün dəfə baş verənlər və digər vəziyyətlər. Xarici İşlər Nazirliyi var. Hər səfərə o getməlidir. Xarici İşlər Nazirliyi. Bəli, bütün əlaqələri o qurmalıdır. Bəli, bu belə olmalıdır. Və bizim dövlətin mətbuat katibi var. Və daxildə olan vəziyyətlərdən də bir xəbər olmamalıdır. Bilməlidir ki, bizim məmləkətimizdə informasiyada, media qurumlarında, informasiya portallarında, telemekanlarda və sosial şəbəkələrdə hansı bir vəziyyət gündəmdədir. Bəli. Bu belə olmalıdır. Bəzi nazirliklər öz işləri ilə məşğul olmur, səlahiyyəti çatmayan başqa bir nazirliyin işinə əlini soxulur. Bu da düzgün deyil. Hər nazirlik öz işini görməlidir. Əgər bir məsələdə təhlükəsizlik varsa, bu aydın məsələdir ki, təhlükəsizlik xidməti mövcuddur. Bir məsələdə isə daxili işlər pozğunluğu varsa, bu Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Yenə mən məsəl çəkdim, malı mala qatmayaq. Bəli, fövqəladə hallar tək yanğın söndürmək demək deyil, xilaskar deməkdir. Necə ki, Səhiyyə Nazirliyi, təcili xidmət, təcili yardım xidməti, bəli, həmən nə etməlidir? Bəndəni xilas etməlidir. Tibbi
məzmunları biz fevkalade hallar ister suda boğulanı çıxarmalıdır, ister ağacın başında oturanı düşə bilmir artık demek kömək lazımdır. Belki binadan yıkılmak üzredir. Her hansı bir yerde bentlenip kalıp yine de fevkalade hallar, hündür mertebelerde baş veren yangınlar ve zirzemide baş verenler. Ama ihtiyatlı olun, siçanlara zarar gelmesin. Onlar da tabiatın bir hissesidir. Bəli, dünyada deyirlər ki virus gəzir. Siz dikkat edin, bazı ülkeler öz ülkelerinde her hansı bir virus adını çekir. Bu özünü korumak demektir mənim əzizlərim. Mən bu barədə çox danışmışam. Bəli. Yine de neyi qeyd edim mənim əzizlərim? Müharibələrdən deyim. Qeyd edim ki, müharibələr ne kadar uzun çekerse elbette ki yakın qonşu ərazilər də əziyyət çəkər. Ama böyle bir vəziyyətdə daxildə sabitlik olmalıdır. Çünkü İran da bizim qonşumuzdur, Rusya da, Ukrayna da. Bəli. Bu belə olmalıdır. Bizim qonşularımız, her biri bizim qonşularımızdır. Ve ebedi olarak qonşu qalacaq. Bəli. Göydələndə qonşu deyilik ki. Elə deyilmi mənim əzizlərim? Köçüb gedək, canımızı qurtaraq. Amma bizim qonşularımızın her biri yaxşıdır. Her bir mesele daxildən asılıdır. Eğer biz her bir qonşu dövlətlə mehriban olaraqsa, dost olaraqsa, müttəfiq olaraqsa, yəni ki, qardaş olaraqsa, burada hansı problemlə danışmaq olar? Amma her bir məmləkətin daxilində əlbəttə ki, alma quruda mövcuddur. Və bunun öhdəsindən əlbəttə ki, Daxili İşlər Nazirliyi gələr. Bu qurdular olmasın. Bəli. Bu belə olmalıdır. Yine de qeyd edirəm. Deputatlar, insanların, şəxsən insanların problemlerine ait olan meseleleri gündeme getirmelidirler. Eğer belə değilse, demek bir deputat olmalıdır. Müdrik deputat. Bütün Azerbaycan'a yeterli deputat. Her bir eraziyle işleyen deputat. Eli hemşe telefonun desteğinde olan deputat. Ve bu deputatların məvaciblərini bütün erazi bölgelerinde bölen deputat. Bəli. İnsanın evi uçup demek tikmek lazımdır. İşi yoktur. Elbette ki iş vermek lazımdır. Bakın görün neler baş verir. Maldarlıklı ne gündedir. Yer vermirlər maldarlık etsin. Her hansı bir bölgede işçiler vermirlər. Niye? Niye imkan vermirsiniz? Neden? Türkiye'de olduğu kim olmasın? Her hansı bir belediye, bak ona ayrılan pullarla, orada her hansı bir nelerse gündeme getirmesin işleri, mektepleri, insanlara lazım olan bir yerleri teşkil etmesin. Neden?
Bu deputatların pulları belediye ve icra hakimiyyətinə verilməlidir. Bircə deputat yetərlidir bizim məmləkətimizə. Müdrik, ağıllı, insanları çaşdıran yox, insanları həqqə oluşduran. Bu belə olmalıdır. Mən çox bir şeyləri qeyd edərdim. Amma mən Allah eşqinə danışıram, susuram. Susuram, danışmıram. Məyər mən özümlənmi söhbət edirəm? Özümlənmi uydururam bu məsələləri, bu baş verənləri? Əlbəttə ki, yox. Sosial şəbəkədə hər kəs ağlayır. Bax, o ağlayanları susturmaq lazımdır. Gözünün yaşını silmək lazımdır. İşim yoxdur, iş verin. Evim yoxdur, ev tikin. Evim uçub, kömək edin. Balası mı xəstədir? Kömək edin. Nədən belə olmasın? Əl tutmaq əlidən qalıb. Mən vallahi billahi elə bir məsələləri gündəmə gətirərəm ki, bəlkə də deputatların arasında belə qan su yerinə axar. Baxın görün, sanki ulduzdular, verilişlərə çıxırlar. Nəsə danışırlar. Nəyi danışırsan? İş gör. Deputat deyilsən, deputat məyər balaca mı insandır? Balaca mı bir vəzifədir? Sənin səlahiyyətindədir. Hər hansı bir işin qulpundan yapışıb, o işi sonuna kimi yenə ərsəyə gətirmək. Bəli. Hansısa bir nazirliyə getmək, hansı bir xahiş etmək. Vallahi billahi bizim məmləkətimizdə hər şey tərsə tikilən cib kimidir. Yenə də təkrar edirəm, işləyən Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Daxili İşlər Nazirliyi, insanların hər zaman qulluğunda duran, su, işıq, qaz, onlar haqqında hər şey məlumdur. Özlərindən tarif qaldıranlar, qiymət qaldıranlar, insanların cibinə girənlər. Bəli, bu belə olmamalıdır. Mağazalarda, mallarda insanları aldatmaq. Bəli, hər bir vəclə ciblərinə girmək. Sanki ağrı aləmidir. Bəli, dostum, bilirsən, nə qədər görüləsi işlər var məmləkətimizdə. Düzdür, biz şəhərimizi gözəlləşdirmək istəyirik, tikirik, yaradırıq. Və doğrudan da bizim məmləkətimiz gözəldir, füsunkardır. Amma nə etmək olar ki, üstü bəzək, altı təzəkdir. Bəli, bəzi yerlərə diqqət alınmır. Nə olardı ki, hər bir ərazi tərtəmiz gül kimi olardı. Bəli, çünki haramzadələr nə qədərdir? Bəli, pullar ayrılır. Hər bir işə görə bütçə ayrılır. Və bu bütçələr yeyilir. Daha sonra hakimiyyət söylür. Bu belə olmamalıdır axı. Məyər ey insanlar, ey mehriban insanlar, məyər görmürsünüzmü? Hər bir iş üçün maliyyə ayrılır. Görmürsünüzmü? Sadəcə bu maliyyəni, bu bütçədən ayrılan pulları yeyirlər.
Deyirlər məktəb tikilir. Məktəbin tikintisindən xəbər verirlər. Amma daha sonra nə baş verir? Yalanlar, bəhanələr. Məktəb dedim. Nədən məktəbdə? Yəni 9-cu sinifdən sonra imtahan verdikdə bu uşaqlar yenidən ali məktəblərə üst tuturlar. Bu barədə danışmaq istəyərdim. Məsələn, 9-cu sinifdə imtahanını kafi veribsə, balı aşağıdırsa, nədən ali məktəbə verməlidir? Nədən bu toplama məsələsi gündəmə gəlməlidir? Yəni toplama məsələsi nə demək istəyirəm mənim əzizlərim? Orta məktəb və burada olan ballar və ali məktəbə daxil olarkən ballarla hesablanaraq ali məktəbə daxil olmaq. Bəs sonu nə olacaq? Sadəcə diplom, kağız parçası. Bəs ziyalı, zəngin müdrik bəndələr yetişdirə biləcəkmi? Əlbəttə ki, yox. Bəs peşə məktəblərində kim oxuyacaq? Kim ali dərəcəsi olan bənni olacaq, çilingər olacaq, usta olacaq? Bəs onlar kim olacaq? Bugün yol kənarında nə pinəçiyə, nə dərsiyə rast gəlmək olur. Bəli, nə olardı ki, başarılı pinəçilərimiz olardı. Elə vaxt olur ki, mənim əzizlərim, baxırsan ki, ayaqqabıdır, gözəldir. Yəni ki, yenə də geyinmək olar, amma pinəçi yoxdur. Ya dərsi? Bəs bu işlərlə kim məşğul olacaq? Bəli, məktəbdə baş verən hadisələr. Deyirlər ki, müəllim ya müəllimə uşaqlara işgəncə verir. Bu düzgün deyil. Amma mənim əzizlərim, əgər bu uşaq günahkardırsa, əgər bu uşaq neysə düzgün etməyibsə, bir balaca yüngülvarı müəllim ya müəllimə cəzalandırıbsa, müəllimə və müəllimiyə cəza vermək düzgün deyil axı. Əgər məni götürsək, mən uşaqlığımdan danışmışam mənim əzizlərim. Mənim nə günahım olub ki, yalançı əlaçılara görə, yalançı gündəmdə olan əlaçı uşaqlara görə, pulla, parayla ərsəyə gələn əlaçılara görə, mən kitabı birbaşa oxuduğuma görə məni vururdular. Başıma kitabla, jurnalla vururdu müəllimə. Müəllim, nədən mən heç ağlama etmədən oxuyuram? Məsələn, deməliyəm, ana, mama, deyirdim mama, ya da ki ana, birbaşa oxuyurdum. Və bu müəllim və müəllimələrin xoşuna gəlmirdi. Və əlbəttə ki, o əlaçı uşaqlar da gündəmdə olduğuna görə məni cəzalandırırdılar. Bax, o vaxt nə olardı ki, o müəllim və müəllimələr cəzalandırılardı. Amma mən evdə bu barədə danışmırdım. Vallahi, billahi, 4-cü sinifdə demək olar ki, yəni mən uşaq vaxtından oxuyurdum. Sadəcə 4-cü sinifdə mən böyük romanlar oxuyurdum. Ayıb da olsa deyim, min bir gecəyə kimi. Vallahi, billahi, Ovad, Qorxulu Tehran və s. və ilaxır. Bunların hər biri mənim, yəni ki,
masamın altından çıxarıb mənim başıma vururdular ki, bu kitabı niyə gətirmisən məktəbə? O qədər maraqlı olurdu. Oxuyurdum. Evdə bunu bilmirdilər. Elə bilirdilər, elə müəllimə öyrədib. Və yenə də təkrar edim. Anam elə kitabları mənə verirdi ki, mən corab da oxuyuram, yaxud yemək pişirirəm. Gəl otur burada, bu kitabı mənə oxu. Mən də oxuyurdum. Bax belə zaman əlbəttə ki istəyərdim. O vaxtlar müəllimələr döyülsünlər. Elə döyülsünlər ki, mənə vurduqları şapalaq öz başlarında partlasın. Amma bu belə deyilsə, əgər günah işlətmişdimsə, yaxud bugün günah işlədən uşaqlar, əlbəttə ki, bir müəllim müəllimə kimi tənbih də edə bilər balaca bir balanı, övladı, öz övladı kimi düz yola gətirmək üçün səhvə yol verdiyinə görə. Bu deyil ki, müəllim və müəllimələr cəzalandırılmalıdır. Bu, sorğu-sual olunmalıdır. Axı, bu həyatda balaca şahid olan bəndələr də mövcuddur. Onlara mən yalancı şahid deyirəm. Balaca yalancı şahidlər. Belə olmamalıdır. Bəlkə heç belə bir məsələ heç gündəmdə olmayıb. Sadəcə rəqabət gedir müəllim və müəllimələr arasında. Necə ki, direktorlar arasında. Mən hər hansı bir nazirliyi suçlu bildikdə, hər hansı bir olursa olsun nazirliyi suçlu bildikdə, mənim nazirə dediyim bir suçum yoxdur. Bilirsinizmi niyə mən nazirlikdə naziri suçlu bilmirəm? Çünki günah işlər aşağı təbəqədə olur. Yəni ki, orta təbəqə, bir də ki aşağıda. Qüsurlar və əli əyrilik. Bəli. Çünki belə bir vəziyyətlərdə nazirliklərin hər bir naziri özü elə hansı vəziyyətdə olur? Elə bir vəziyyətdə olur ki, onların özlərinə rəqabətə görə bu nazirin yerinə başqa bir nazirin gəlməsi üçün quyu qazılır. Odur ki, mən heç bir zaman heç bir naziri günahkar bilmirəm. Çünki onların özünə quyu qazanlar olur. Rəqabət aparanlar olur. Bir nazirin yerinə digər nazirin gəlməsi üçün rəqabət, dərin quyular. Demək, burada yəni ki, naziri suçlamaq olmaz. Bəlkə də gözəl nazirdir. Öhdəsindən işlərinin yetərincə gəlir. Sadəcə nazirliyin adını hallandırdıqda burada naşıları gündəmə gətirə bilərəm. Məsələn, deyə bilərəm ki, filan nazirlikdə bu məsələ baş verib. Filan nazirlik filan işi düzgün görməyib. O demək deyil ki, mən naziri suçlu bilirəm. Axı, nazirin mavini var, mavinin mavini var. Daha sonra orta və aşağı təbəqə işçilər. Yəni ki, təbəqə dedikdə mənim əzlərim. Hər bir işçi işçidir. Yəni, vəzifəsindən asılı olaraq mən deyirəm. Heç bir insanlar arasında mən bölgü bölmürəm. Yəni ki, hər bir bəndə hər hansı bir işin öhdəsindən gəlirsə, demək, o işin elə başçısıdır. İstər pinəçi olsun,
İster bənna olsun, ister molla olsun, ister nazir. Fərqi yoxdur. Öz işinin öhdəsindən gələn bir bəndə. O, müdrik olar. Alim olar. Öz peşəsinin alimi. Bəli. Dünyada baş verənlər, müharibələr. Bu müharibələri davamlı etmək istəyən Donald Trump və onun arxa dayaqlarıdır mənim əzizlərim. Bugünkü mesajların hər biri cəfəngiyyət və yalanlardır. Əlbəttə ki, Donald Trump'ın şəxsinə aid olan fikir və düşüncələrimlə mən çox bölüşmüşəm. Fikir və düşüncələrimi söyləmişəm. Daha təkrarçılıq etmək istəmirəm. Yəni ki, köhnə amam köhnə taz. Noyabr. Bəli. Baxın görün necə müharibəni davamlı edir. Bu Amerika. Amerikanın başında duranlar. Məyər düyməni basmaqla Ukrayna müharibəni dayandıra bilməzmi? Dayandıra bilər. Onlara qanaslıq edir. Bəli, Ukrayna yenə Rusiyanın daxilində baş verənlərdən danışır. Bəs sənin axı əzəldən torpağın darmadağın oldu. Nə qədər tarixin uçulub. Onları tikmək gərəkdir. Pul para gərəkdir. Sənin şəhid, yəni ki, qəhrəman anaların var. Onlara güzaran gərəkdir. Pul gərəkdir. Balası yetim qalanlar, əlillər, zəlillər, şikəslər var. Yetim qalanlar var. Onların hər biri puldur. Hardadır bəs Ukraynanın hesablama palatası? Nədən bunları hesablamır, hesaba gətirmir? Yenədən pul para və silah sursat. Demək, torbada pişik var. Əlbəttə ki, bu müharibə Zelenskinin əlində deyil mənim əzizlərim. O elə ilk gündən bayrağını qaldırsaydı, torpağı necə də dağılmamış bir vəziyyətdə qalardı. Bəli, sövdələşməyə gedərdi Putinlə. İstər sabah bunu edə biləcəkmi? Yox, edə bilməyəcək. Daha gecdir. Sadəcə bir düymə basıldıqda başqa bir vəziyyətlər alınacaq. Tamamilə fərqli vəziyyətlər. Həmçinin də Netanyahu və İsraildə olan vəziyyət. Bəli. Bunların hər biri davamlıdır. Əlbəttə ki, Livanın, Yemenin, Suriyanın, Misirin, Qəzza bölgəsinin, Fələstinin və bu ətrafda olan digər bölgələrin dəyərli, qiymətli silah sursatları olsaydı, Amerika tərpənə bilməzdi yerindən, kömək də edə bilməzdi İsrailə. Bu aydın məsələdir. Bugün baxın, neyi gündəmə gətirirlər. Deyirlər ki, Hizbullah Livanla deyil, Livanı müdafiə etmir. Özünü müdafiə edir. Bu biabırçılıqdır. Bu gülməlidir. Bu faciədir ki, bizim məmləkətimizdə bu barədə belə danışırlar. Hizbullah burada olmasaydı, demək olar ki, Beyrut da əldən gedərdi. Ümumiyyətlə Livan olmazdı. Həmçinin də digər bölgələr. Bəli, nə yaxşı ki, Husilər var. Hizbullah var. Həmas mövcuddur.
Bəli. Neden Gaza bölgesini belə unuttular? Hardadır bəs? Donald Trump'ın sülh şura hökuməti. Yoxdur mənim əzlərəm. Nə şura hökuməti var, nə sülh hökuməti, nə Birləşmiş Millətlər Təşkilatı mövcuddur, nə Birləşmiş yine qanun, ədalət, birliyi. Heç nə yoxdur. Kim öz başını qorudu? Bugün belədir. Bugün Amerika demək olar ki, Amerikalıqdan çıxıb, deyirdim ki, Amerikadan da qaçaq düşənlər var. Bizim məmləkətimizə buyuran Amerikalılar yoxdurmu? Qaçaq düşənlər. Bax, onu da siyahıya almaq lazımdır. Bəli, bizim məmləkətimiz çox füsunkar və gözəldir. Çox qaçaq düşənlər bizim məmləkətimizdədir. Amma siyasi yoxdur. Ancaq turizmdən danışırlar. Bəli, pulla, parayla qaçaq düşənlər də bizim məmləkətimizdədir. İşlər də qurulub. Nədən onlar gündəmə gəlmir? Bəli. Nələr baş vermir bizim məmləkətimizdə? Sanki öz başına məmləkətdir. Bəli. Deyirlər ki, sərhədlər bağlıdır. Ağlayırlar. Bəs bu qədər məmləkətimizdə bəndələr necə bu məmləkətə buyurublar? Hansı sənədlərlə və bugün məskunlaşdıqları hansı sənədləri, şəxsiyyət vəsiqələri mövcuddur? Hansı adla bizim məmləkətimizdə yaşayırlar? Bax, onlara üstünə düşmək lazımdır. Buyurmusan, gəlmisən. Demək, əgər bizim qanun qaydamızı qəbul edirsənsə, olursan Azərbaycanlı, bizim vətəndaşımız. Demək, öz müharibə vəziyyətindən qaçmısansa, hər hansı bir vəziyyətdə bizim məmləkətimizi qorumalı olacaqsan. Bəli, bu bütün dövlətlərdə belədir. Bəli, və bundan sonra da belə olacaq. Bəli. Baxın, görün. Necə gəmiləri partladırlar, qatarları, uçaqları. Məyər bizim məmləkətimiz öz başına məmləkətdir? Məyər bizim qanunumuz, qaydamız yoxdurmu? Əlbəttə ki, var. Demək, mənə elə gəlir ki, bugündən bu məsələyə də aydınlıq gətiriləcək və onların da siyasi mövcud olacaq. Hansı ərazidə məskunlaşıblar, hansı adla yaşayırlar? Kimlər bu məsələni yəni ki, araşdırmalıdır və bu, yəni ki, onların burada, bizim məmləkətimizdə yaşamalarına fürsət verən kimlərdir? Sual işarəsi. Deməyi məndən olsun, yazmağı, araşdırması sizdən, mənim əzizlərim. Mənim əzizlərim, daha nə danışım, nə deyim? Yəni ki, heç nə deməyəcəm, heç nə də danışmayacam. Çünki danışdıqlarım gündəmdədir mənim əzizlərim. Təkrarçılıq etdim, bəli, təkrarçılıq etdim. Yəni ki, köhnə yalanlar və cəfəngiyatlar, insanların qanı bahasına gedən müharibələr. Nə deyim, nə danışım? Əgər bir dövlət başçında müdrik bəndə yoxdursa, bu müharibələ son qoymursa, öz bayram seyranlarına görə, ad gününə görə və noyabra günə belə uzunçuluq edirsə, demək, hər bir məmləkət özünü qorumalıdır.
Bəli, torbada pişik var. Bəli. Də, belədir. Mənim əziz dostum. Все, то, что было, есть и будет. Все воплощается во мне. Не спрашивай, иди за мною. Я в объяснение не вмешусь.